Deməli, uşaqlar, baxırıq informasiyanın ölçü vahidlərinə. Birinci sualdan başlayaq. Deyir ki, informasiya tutumu 1,94 MB olan boş diskə bir ədəd 0,5 MB-lı mətin faylı. Yəni 0,5 MB nə? Mətin. 512 kilobayt, elə 0,5 MB deməkdir. Bunu da yazaq 0,5 MB şəkil faylı. Burada da aydın məsələdə 0,44 MB. Deməli, uşaqlar, biz bunları eyni ölçü vahidinə gətirdik və rahatlıqla bunları toplaya bilərik. 0,5 eləyir 1. 1-in üstünə 0,44 gələndə eləyir 1,44 MB. Deməli, 1,44 MB informasiya yazılıb boş diskə. Ümumi həcmdə 1,94-dür. Və bundan bunu çıxacaq. Bu da eləyəcək 0,5 kilobayt boş yer qalar. Bir dəqiqə, megabayt. Megabaytla alırıq bunu. 0,5 megabayt bizdən, amma kilobaytla soruşur. 0,5, yəni 0,5 megabayt da kilobayta çevirəndə bu da eləyəcək 1024-ə vururam. Bu da eləyəcək, deməli, bununla bunu ixtisar aparsam, bununla bunu aparıram, burada qalır 2, burada qalır 1, bununla bunu aparıram, 512. Bu deyəcək 512 nə? Kilobayt. Cavab olacaq Y variantı. Baxırıq ikinci suala. İkinci sualda deyir ki, elə buradan yazaq, ehtiyac yoxdur. 16 megabaytlıq diskə neçə 3 megabaytlıq səs faylı yazmaq olar? 16-nı böləcəm heçlə. 3-ə. Eləyəcək neçə dəfə yazmaq olar? 5 dəfə tam yazılır. 5 dəfə tam yazılır. Ona görə 5 tam nə qədəsə eləyir bu. Amma 5 dəfə tam yazıldığına görə elə cavab olacaq 5. Həmişə burada tam hissəni götürürük. İnformasiyanın sadılan ölçü baytlarının ən böyük deyi hansıdır? Təbii ki, ən böyük terabayt olacaq. Ən kiçiyimiz burada baytdır. Ümumilikdə ən kiçiyimiz isə bitdir. Məntiqi bölünməyən ölçü vahidimizdir bit. İnformasiyanın deyil, sadalanan ölçü vahidlə ən kiçiyini göstərin. Təbii ki, burada ən kiçik nədir? Bayt olmuş olacaqdır. 2048 kilobayt üstə gəlsin 3 megabayt. Təbii ki, 2048 kilobayt 2 megabaytdır. Bu da eləyəcək 5 megabayt toplayanda. O cavab C variantındadır. Klaviatura sözü 32 simvol əlifba standartı ilə kodlaşdırılarsa, informasiya həcmi nə qədər olar? Klaviatura neçə dənə? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Simvol sayımız 10-dur uşaqlar. Bax, buradan yazaq. Simvol sayımız 10-dur. 32 simvol deyirsə, eyimiz neçədir? 5 bit olacaqdır. Ümumilikdə bunlar vururuq bir-birinə həcmi tapmaq üçün. Bu da eləyəcək 50 bit. Cavablarda var mı? Var. 50 bit olmasaydı, baytla vermiş olsaydı, bayta çevirib yazacaqdım. 16384 bit neçə kilobaytdır deyir. 16384 uşaqlar. 214-dür. Bitdən də mən kilobayta keçəndə nə edirəm? Təbii ki, 213-ə bir dənə bunu böləcəm. Bunlar da ixtisar gedək, qalır 2/1, o da eləyir 2. Daha sonra 8/1 terabayt neçə bayta bərabərdir? 2/-3 kimi yazıram 8/1-i. Terabaytdan da bayta gedəndə nə edirəm? 2/40-a vururam. Bu da eləyəcək 2/37. Cavab olacaq Y variantı. Daha sonra ifadənin nəticəsini kilobayt ilə yenə müəyyən edin. Buradan yazaq. Deməli, baytlandır. Hamısı baytlandır. Əla. Toplayaram. 512, 1024. Hələ gəlin bir dənə buradan klaviaturanı. Klaviatura nə idi? Kalkulatoru açaq. Bir də vaxtımız getməsin. Aha. Deməli, 512 üstə gəlinsin 1024, üstə gəlinsin 300, üstə gəlinsin 2048, üstə gəlinsin 212.
Bu da eləyir 4096. 4096 byte eləyir. Byte'dan da bizə kilobaytla istəyir. Byte'dan da kilobayta gedəndə nə edirəm? 1024-ə bölürəm. Böləcəm 1024-ə. Bu da eləyəcək 4. Yəni cavabımız burada olacaq 4. C variantı. Cavab olacaq burada C variantı. Gücü 16 olan, yəni əlifbanın gücü nə 16 olan. Elimiz burada nədir? 16-dır. Əlifba ilə yazılmış mətnin 20 simvoldan ibarətdir. Simvol sayımız 20-dir. Nə gözəl. Bu mətnin həcmi baytla müəyyən edilir. Uşaqlar, yəni 16-dırsa avtomatik i'miz neçə olur? 4 bit olacaqdır. Və bizdən baytdan istədiyinə görə həcm bərabər simvol vursun i düsturuna əsasən 20-ni vuracam 4-ə, böləcəm bir dənə 8-ə. Bununla bu ixtisar gedir, burada qalır 2. 20 ilə də 2 gedir, qalır 10 bayt. Cavab olacaq D variantı. Daha sonra baxırıq neçəyə? 32 simvoldan ibarət olan mətn simvol sayımız yenə 32-dir. Burada 32 simvol deyirsə i'miz 5-dir. 32-ni vuraram 5-ə və bizdən baytla istədiyinə görə böləcəm bir dənə 8-ə. Bu da eləyəcək 20 bayt. Daha sonra baxırıq neçəyə? 12-yə baxırıq. Deməli, 2 üstü 2, üstə gəlsin 2 üstü 2. Bunların oranında 2 üstü 2 eləyir. Bunu da toplayanda təbii ki 4 üstə 4-dür. Bu deyəcək 8 nə? Megabayt. Bizdən bayt soruşur. Megabaytdan da bayta gedəndə 8-i vuracam nəyə? 2 üstü 20-yə. Bu da eləyəcək 2 üstü 23. Cavab olacaq C variantı. Bildiniz yəqin ki, oradan gəldi 2 üstü 23. Burada 2 üstü 3 yaza bilərik. Oradan gəldi. Daha sonra baxırıq 13-cü suala deyir, aşağıdakı ifadələrdə hansıları doğrudur? 2 kilobayt deyir, 2048 baytdır, tamamilə doğrudur. 1 gigabayt 1024 baytdır, bu da tamamilə doğrudur. Yəni 1, 2. Digərlərinə baxmağa ehtiyac yoxdur. Cavab olacaq C variantı. 20 GB olan fayl 20% sıxıldıqdan sonra neçə bayt olacaqdır? Birinci 20 GB-ı 20% sıxlaşdıraq. Yəni yerdə mənim nə qədər qalacaq? 20% sıxlaşdırmaq 80%-ni tapmaq deməkdir. Yerdə qalanı tapmaq istəyirəmsə əgər birbaşa yazıram. Bunlar ixtisar gedəcək. Bununla bu gedir. 2-ni də 8 oranında edir 16. 16 nə? Gigabayt. Bax, gigabayt. Gigabaytdan da bayta keçəndə məndən baytla istəyir. Nə edirəm? 2 üstü 30-a vururam. Bir dənə bunu 2 üstü 30-a vuracam. Bərabərdir. Bu da deyəcək 2 üstü 34. Cavab olacaq A variantı. 96 kilobaytı vurub 32-də bir ifadəsini bitlə. Birinci bunu sadələşdirək uşaqlar. 96 ilə 32 ixtisar gedir neçəyə? 3-ə. Gəlir bu 3 kilobayt alınır. 3 kilobaytımda bitlə ifadə edəndə 3 vurulsun 2 üstü 13-dür. 2 üstü 13. 3 vurulsun 2 üstü 13, o da eləyir Y variantı. Daha sonra 16-ya baxırıq. Deyir ki, 223 bit aşağıdakılarında hansına bərabərdir? Təbii ki, 1 megabayta bərabərdir. 1 megabayta. Hesablayın. 4 megabayt çıxılsın 10 kilobayt bərabərdir. 4-ü çevirək kilobayt edir 4096 kilobayt. Çıxacam onu eləyəcək 4086 kilobayt. Cavab olacaq Y variantı. 18-ə baxırıq. İnformasiyanın əsas ölçü vahidi hansıdır? Təbii ki, mən bunu demişdim. Ən kiçik ölçü vahidi bitdir. Əsas ölçü vahidimiz isə bayt sayılır. Ən kiçik ölçü vahidi hansıdır? Təbii ki, burada bit olacaqdır. Hesablayın deyir, yenə bərabər qoyaq, hesablayaq. 5 terabaytı çevirərəm nəyə? Burada vurmada var. Təbii ki, bunları bir-birinə vursam mən kilobaytla da aşağıda kilobayta çevirsəm, hamısı bitə gəlməlidir bunun uşaqlar. Hamısı bitə gələcək, çünki burada ən kiçiyimiz bitdi. 5 vurulsun, bax 5 vurulsun. Terabaytla bitə gələndə 243. 3 bit olduğu kimi qalır. 2 vurulsun 2 üstü 23. Burada olacaq 120 vurulsun 2 üstü 13. Hamısı bitə çevirdim. Daha sonra bərabərdir.
5 dənə 3-üm eləyir 15. 15-i yazdım. İkilərin qüvvətini toplayıram. 23, 43, 23, 66. Burada da bir dənə birim var. 67. 2 üstü 67. 120-ni parçalayaq. 4 vurulsun 60 kimi yazsam. 8, 128-ə bölünür. 8 vurulsun 50 kimi də yaza yox. 120-ni 8-ə bölünür uşaqlar. 1 yad 8, 15. Hə, 2 üstü 3 vurulsun 15 kimi yaza bilərəm bunu. Bir dənə 2 üstü 13'üm burada var. 15'lər ixtisar gedəcək. Aşağıda ilə 2 üstü 16, 67-dən də 16'nı çıxanda eləyir 51. 2 üstü 51 olacaq mənim cavabım. Daha sonra baxırıq 21-ci suala. Həcmi 24 MB olan informasiya bitlə ifadə edilir. Heç nə. 24'ü vuracağım 2 üstü 23'ə. Bu da bərabərdir. 24 yazıram 2 üstü 3 vurulsun 2 üstü 3. Burada da yazıram 2 üstü 23. Bərabərdir. 3 vurulsun 2 üstü 26 olacaq mənim cavabım. Baxırıq 32-ci suala. Dəqiqə. 32. 32 simvol əlifba ilə kodlaşdırılmış 16 simvoldan ibarət məlumat. 24 simvol əlifbaya çevrilərsə bu zaman simvolların sayı necə dəyişər uşaqlar? 16 simvol demir. Mən bunu istər 32 simvolda kodlaşdırım, istər 24 simvolda kodlaşdırım, istər Azərbaycan əlifbasına kodlaşdırım, İngilis əlifbasına kodlaşdırım. Uşaqlar, ən axırdakı simvol sayını soruşursa, simvol sayı dəyişmir. Bunun mütləq qayda kimi bir kənara qeyd edin. Daha sonra baxırıq 33-cü suala. 33'də bizdən nə istəyir? Bir dəqiqə. Deməli, birinci flash yaddaşda, buradan yazaq. Birinci flash yaddaşda 9000 kilobayt informasiya var. İkinci flash yaddaşda var 160 megabayt. Onu çevirib bir dənə kilobayta vuracam nəyə? Bir dənə 1024'ə vuracam. Bu da olacaq kilobaytla. Üçüncü flash yaddaşda bir dəqiqə. Bizdən ümumiyyətlə azalma sırasını istəyir. Hə, onda biz səhv yazdıq ki bunu. Bir dəqiqə. Bunu biraz böyüdəcəm, gözüm görür. Deməli, uşaqlar, burada nə deyildi? Birinci flash yaddaşda 900. Birinci flash yaddaşda 9000 kilobayt. İkinci flash yaddaşdan deyir. Bu qədər 160 silindikdən sonra orada 20 megabayt qalıb. Yəni burada 20 megabayt informasiya var. Bunu da bir dənə kilobayta çevirsəm 20 vurulsun 1024 olacaq. Üçüncü flash yaddaşda ikincidə olan informasiyanın ilkin həcmi qədər informasiya miqdarı var. Deməli, uşaqlar, ikinci flash yadda ilkin həcmi nə qədər? 160 megabaytlıq deyil. Silindikdən sonra 20 megabayt qalıb. Deməli, əvvəl bu 180 olub da. Burada da 180 megabayt olacaqdır. Dördüncü flash yaddaşda isə 16'da 1 gigabaytlıq video faylı var. 16'da 1 gigabaytlıq. Deməli, bunu da yenə kilobayta çevirsəm 180 vurulsun. Nə olacaq? 1024 olacaq. Burada olacaq gigabaytı yenə kilobayta çevirsəm, yəni 16'da 1'i gigabaytdan kilobayta gedən nə edirəm? 220'yə vururam. Burada olacaq vurulsun 220. Bu da bərabər. Bunlar ixtisar gedəcək. 204 buradadır, 220 buradadır. Bu da 216. 216'da 65536'dır. Kilobayt yazaq. Bir dənə bunlara da kilobayt, buna da kilobayt. 5-ci flash yaddaşda isə 64 megabaytın 4'də 1 hissəsi qədər informasiya faylı var. 64'ün uşaqlar, 64'ün. Nə edirəm? 4'də 1 hissəsini tapıram megabayt. 4'də 1, 64'ü 4'ə böləndə neçə edir? 64'ü 4'ə böləndə, bir dəqiqə, 32 eləyir. Bir dəqiqə, 32 nə idi? 16 eləyir, 16. Nə? Megabayt. 16'ını da vuracam, kilobayta çevirmək üçün bir dənə 1024'ə vuracam. Bu da eləyəcək 16384 kilobayt. 6-cı flash yaddaşda isə 7 megabayt qrafik və
2000 kilobaytlıq mətn var. 7 megabayt çevirirəm yenə. 1024-ə vuracağam. 7-ni 1024-ə vuranda 7000 24 7168 edir. 7168 üstə gəlsin 2000. Bu da eləyəcək 9168 kilobayt. Hamısını tapdıq. Bizdən azalma sırasına görə deyil. Ən birinci 3 gələcək təbii ki. 180 mən 1024-ə vuranda 3 gələcək. Deməli, C getdi, B də getdi. 3-dən sonra gələcək 20 vurulsun. Olacaq 2. 3-dən sonra 2 gəlməlidir mütləq. Azalma deyirdi uşaqlar. Hə, azalma. Onlarda həcmi. Deməli 4 hanı 4 65536. Doğrudan 4 gəlir. 3-dən sonra 4 gələcək uşaqlar. Ondan sonra 2 gələcək. Bax 2. D də getdi, qalır A-nan. Burada 5 gəlib. Sonra 6 1. Birinci 6 gəlib, sonra 1 gəlib. Təbii ki, birinci 6 olacaq. 6. Sonra 1 olacaq. Cavab olacaq A variantı. Daha sonra baxırıq 24-ə. Deməli, heç nə uşaqlar sadələşdirək. 16 nədir? 2 üstü 4. 4 vurulsun. 2 üstü x üstə gəlsin 5. Nə? Bayt. Burada kilobaytla da bayt kimi yazaq hələ ki. 2 üstü 3 x-də bu eləyir. Kilobaytla bayta gedəndə 2 üstü 10-a vururam. Deməli, burada olacaq əsaslarımız eynidir uşaqlar. Ona görə də qüvvətlər bir-birinə bərabərdir. Vururam 8x üstə gəlsin 20 bərabərdir 3x üstə gəlsin 10. 5x bərabərdir mənfi 10-a, x da bərabərdir mənfi 2. Cavab olacaq Y variantı. İnformasiya ölçü vahidlərini artan sıra ilə düzün. Birinci artan sıra deyirsə, birinci 2 gələcək təbii ki. 1, sonra gələcək 5, sonra gələcək 1, 2, 5, 1 olan variantda bir dənə B variantındadır. Cavab olacaq B variantı. Baxırıq 26-cı suala. D132 səhifəli sənədin 2-ci, 19-cu, 23-cü və sonuncu səhifəsində qrafik təsviri var. Nə gözəl. Ümumidə mənim 132 səhifəm var. Bundan çıxacağım. Deməli, bir dənə ikinci səhifəsi, bu 1 səhifə, bu ikinci səhifə, bu 3, bu da 4 səhifə. 4 səhifəsində nə var? Şəkil var. Yerdə qalırmı 128 səhifəsi? Deməli, bunda da nə var? Mətn var. Birinci həcm şəklinin həcmini tapıram. Deyir ki, 4 səhifəsində varsa 4 vurulsun. 128, yəni 2 üstü 7 vurulsun 2 üstü 9 və rəng sayımız 64-sə, rəng dərinliyimiz olacaq 6 bit. Bərabərdir. 2 üstü 2 bu eləyir. 2 üstü 18. 6 vurulsun 2 üstü 18 bu eləyir. Və bizdən kilobaytla istəyir. Bir dənə bunu 2 üstü 13-ə böləcəm. Bu da eləyəcək 6 vurulsun 2 üstü 5. Daha sonra həcm mətni tapıram indi. Səhifə sayım 2 üstü 7-dir. Təbii ki, bunu bayaq dedik. Simvol sayımız 2 üstü 6-dır. Sətr sayımız 2 üstü 6-dır və ASCII-də olduğuna görə 1 baytla yazırıq. Kilobaytla da, baytdan da kilobayt gedəndə 2 üstü 10-a böləcəm. Deməli, 12, 19 qalır burada 2 üstü 10, 2 üstü 9, yəni 512 kilobayt. Burada da qalır 3 vurulsun 2 üstü 6, 64-ü 3-ə vuranda 8, 1 yadda 6-dan 3, 1898 kilobaytda burada alınır. Bunları da toplayıram 198, 0, 1 yadda, 0, 1 yadda, 7, 8, bir dəqiq, harada səhv elədi uşaqlar? 11, 6, 7, 716 baxıram. 64-ü 3-ə, bir dəqiqə uşaqlar, 64-ü 3-ə vururam da, 64-ü 3-ə 8, 1 yadda, 6-dan 3, 18, yadda da 1. Bir dəqiqə, burada 2-dir, 2. 192, 4, 0, 7. 704 olacaq mənim cavabım. Hesabımda səhv eləmişik.
Daha sonra 27-ci suala baxırıq uşaqlar. Deməli 27-ci sual. 1 GB-ın 4də 1 hissəsi neçə baytdır? Daha sonra uşaqlar. Hə, 1 GB-ın 4də 1 hissəsi. Deməli uşaqlar, baytdır. 1 GB-ın neçə? 200-dür. Yəni 1 vurulsun, 200-dür. Nədir? 30-dur. Bunun da 4də 1 hissəsi, yəni vuracam da 4də 1-ə tapmaq üçün. Yəni 200-də 30-u böləcəm nəyə? 200-də 2, o da deyəcək 200-də 28. Cavab olacaq A variantı. Baxırıq 28-ə. 28-də nə deyir? Qovluğun ümumi həcmi 10 MB-dır. Lap yaxşı. Bu qovluqdan 1024 KB mətin faylı, 2048 video faylı və 512 KB səs faylı silinmişdir. Uşaqlar hamısı keçirək bunların megabaytı. Ondan çıxaq da burada nə var ki? Deməli 1024 megabaytın 1 megabaytdır. Üstə gələk. Bunları toplayacağam 10 megabaytdan çıxacağam. 2048 2 megabaytdır. 512 isə 0,5 megabaytdır. Bunların hamısını toplasam eləyir 3,5. 10 megabaytdan da çıxacaq 3,5 megabaytı. Bu da eləyəcək 6,5 megabayt. Cavab olacaq B variantı. Daha sonra baxırıq 29-a. Deməli 29-a nə deyir bizə? ASCII-də neçə simvol? ASCII-də bir simvol 8 bit olduğuna görə mənim burada hər 0 birim 8 bit yer tutur. Heç nə 1, 2, 3, 4, 5, 6, 7, 8, 1, 2, 3, 4, 5, 6, 7, 8, 1, 2, 3, 4, 5, 6, 7, 8, 1, 2, 3, 4, 5, 6, 7, 8. Neçə simvol dediyinə görə uşaqlar, bu olsun mənim A simvolum, bu olsun mənim B, C, D, G. Neçə dənə simvoldur? 1, 2, 3, 4, 5 dənə simvol olacaqdır. 20 GB informasiya bitlə ifadə edin. Yenə də uşaqlar, 20 GB deyirsə mənə bitə çevirmək üçün 20 vurulsun 200-dür, 33-ə vurmalıyam. Görürəm ki, cavablarda elə bir şey yoxdur. Ona görə də 20-ni parçalayaq. Nə yazaq? 200-də 2 vurulsun 5 kimi yazaq. Burada da yazaq 200-də 33. Bu da eləyəcəkmi? 5 vurulsun 200-də 35. O da eləyəcək Y variantı. Daha sonra baxırıq neçəyə? 31-ci sual. Deyir, həcmi 21 kilobayt olan mətn ASCII-də kodlaşdırılması yığılarsa mətndə neçə simvol var? Həcmim bizdən simvol sayını istəyir. Simvol bərabərdir. Həcmi nəyə bölməliyəm? I-yə bölməliyəm. Həcmim 21 kilobaytdır. I-im də 1 baytdır. 21 kilobaytı bir dənə bayta çevirək. Yəni neyniyək? 200-də 10-a vuraq. 21 vurulsun 210, o da eləyəcək. Yəni 21 vurulsun 1024, o da eləyəcək 21504. 21504. Gəl dəqiq hesablayaq bunu. Deməli 1024 vurulsun 20. 20480. 20480-də heç bir variantda yoxdur. Deməli, bu da eləyəcək neçə? 21-i deməli vurduq 1024-ə. 21 vurulsun 1024. Bu da eləyəcək 21504. Hə, düz demişəm, D variantı. 32-ci suala baxırıq. Deməli, 32. Elektron sayağıc ASCII kodlaşdırmasında olan informasiyanın 16 simvollu standartda olan əlifbaya çevrilmişdir. Daha sonra deyir, məlumatın 50%-ni sildikdən sonra onun 20 bayt həcmi qalarsa, məlumatın çevrilmədən əvvəlki ilkin həcmini tapın. Bax, gəlin əvvəldən gedək. Deyir, 50%-ni silib. 20 bayt qalıb. Deməli, bu 50%-ni siləndən sonra 20 bayt qalıbsa, əvvəl nə olub bu? 40 bayt olub da. Deməli, 16 simvollu əlifbada. Yəni, elimiz burada 16-dır. Həcmimiz nə qədər olub? Həcm olub 40 bayt. 40 bayt. Buradan mən simvol sayını tapıb, gedib ASCII-də kodlaşdıra bilərəm. Simvol bərabərdir. Həcm bölünsün I düsturuna əsasən 40
vurulsun, mütləq bitə çevirməliyəm. Bir dənə 8-ə vuracam, böləcəm 16-ya. 16 nə idi? 4-ə. 16 2 üstü 4-dür, 4 bitə böləcəm. Bununla bu ixtisar gedib, burada qalır bir dənə 2. Deməli, mənim simvolum 80 imiş. 80 dənə simvol var. 80 dənə simvolu da gedirəm ASCII-də kodlaşdırıram, ASCII-də. Deməli, bərabərdir. Simvol sayımız yenə 80-dir, vurulsun i. İ'miz də 1 baytdır. 1 bayt. Bunu da 1-ə vuranda eləyəcək 80 bayt. Bitdən soruşsaydı 8-ə vuracaqdım, eləyəcəkdi 160 bit. Amma burada baxın, çaşdırmaq üçün 160 bayt yazıb. Yəni, burada cavab olacaq A variantı. Baxırıq 33-cü suala. Deməli, 25 üstəgəlsin bərabər üst sayısını verilmiş ikili kodu neçə bitə bərabərdir? Doğrulu say sistemində verilmiş bu ikilik kodu neçə bitə bərabərdir? Deməli, uşaqlar, bu verilib 8-li say sistemində. Bu da 25-in üstə 25 gəlmə. Ən kiçik yazmalıydı burada əslində. Nəysə. Bir dənə gəlin toplayaq. 25 8-likdə, 25 8-likdə, 28 isə bunları toplayıram. 5 üstə 5 10, 10 yaza bilmirəm. 10-dan çıxacam 8-i 2. 2 yazıram 1 yadda. 1, deməli 2, 4, 6, yadda da 1, 7. Mən də rahat 8-likdə 7 yaza bilirəm. Deməli 8-likdədirsə əgər mənim bir dənə simvolum 3 bit yer tutur. Çünki 8 2 üstü 3-dür, oradan da 3 bit yer tutur. Burada neçə simvol? 1, 2, 3, 4, 5, 6. 6-nı vururam 3-ə, yəni 6-nı 3 dəfə belə deyək toplayıram. Bu da eləyir 3-ü 6 dəfə toplayıram, bu da eləyir C variantı. Baxırıq 34-cü suala. Baxaq görək burada birinci vəziyyət necədir. Hər şey qaydasındadır. Daha sonra uşaqlar 33-ə baxırıq. 33-ə baxdı, 34-ə. Həcmi 80 megabayt olan həcm nədir? 80 megabaytdır. Elektron depozitora göndərilən zaman 20% arxivləşdir. Yəni sıxıldı. Yəni 80-in birbaşa bizdən deyir ki, bu faylın həcmi neçə megabayt olar? Birbaşa 100-də uşaqlar 80%-ni tapıram. Çünki yerdə qalan 80%-dir axı. Bununla bu ixtisar gedir. Daha sonra 80-lə 10-u ixtisar aparıram elə 10-a. Burada qalır 8. 8-lə 8 edir 64. Nə? Megabayt. Bizdən də baytla soruşduğuna görə 64 megabaytı, yəni 2 üstü 6-nı vuracam 2 üstü 20-yə. Bu da eləyəcək 226 B variantı. Daha sonra 35-ə baxırıq. Dərs adlı qovluqdakı faylların həcmi 400 megabayt, 2 gigabayt bərabərdir. Qovluğun ümumi həcmi heç nə uşaqlar. Burada eyni ölçü vahidinə gətirəcəyik. Başqa belə bir problem yoxdur. Hamısını toplayacağıq. 400 megabaytı, hamısını gəlin megabayta gətirək. Çünki mən 2 gigabaytı 112 məsələn deyirəm, megabaytı gigabayta çevirə bilmirəm. Gərək 1024-ə böləm, o da ki, çox gərəkməz bir ədəd alınır. 400-də həmişə. Ona görə də gəlin megabayta gətirək. 400 megabayt olduğu kimi saxlayaq. Üstə gəlinsin. 2 gigabaytım 2048 megabaytdır. 2048 megabayt. Bir dənə də üstə gəlinsin. 112-ni olduğu kimi saxlayıram. Çünki megabaytlandır. 2048 olduğu kimi saxlayıram. Və üstə gəlsin 1,5-i də 1024-ə vuracam. Bu da eləyəcək deməli 1536. Bunların da hamısını toplayıram. 112 üstə gəlsin 400. Bu da eləyəcək 6144 megabayt. Mən bunu görürəm ki, yoxdur cavablarda. Bunu bir dənə çevirirəm gigabayta. Bu da eləyəcək 1024-ə böləcəm təbii ki bunu 1024-ə. Bu da eləyəcək 6 gigabayt. Cavab olacaq D variantı. Daha sonra 36-ya baxırıq. Deyir ki, Arif mətn faylını ASCII-də, Murad isə eyni faylı Unicode-da kodlaşdırmışdır. ASCII-də kodlaşdırmasında mətn 6 kilobayt daha az yer tutur. Bu mətndəki simvol sayını müəyyən edin. Deyir Arif mətni ASCII-də, Murad isə eyni faylı Unicode-da kodlaşdırıb. Yəni ASCII-də mənim həcmim x-dırsa, Unicode-da olacaq 2x. Çünki həcm həmişə 2 dəfə artıq olur Unicode-da. ASCII kodlaşdırmasında mətn 6 kilobayt daha az yer tutur.
Yəni bundan 6 kilobayt daha az yer tutur. Deməli bu nədir? 6 kilobaytdırsa, 6 kilobayt. Bu olacaq 12 kilobayt. Çünki 6-nı vuracağım 2 eləyəcək 12 kilobayt. Mətndəki simvol sayını müəyyən edin. Heç bunu 12 də yazmağa ehtiyac yoxdur. ASCII-də 6 kilobaytdırsa, həcm bərabərli simvol vurulsun i düsturuna əsasən simvol sayım nə qədərdir? Bilmirəm. Təbii ki, buradan simvol tapacağam. Həcmi böləcəm i-yə. Həcmim 6 kilobaytdır. Bir dənə vuracağım bunu. Çünki bunu 1 baytla yazacağım. Bir simvolun 1 baytdır ASCII-də. Bunda 210-a bayta çevirdim. Bu necə 6 vursun 210, yəni 6144 olacaqdır mənim cavabım. 37-yə baxırıq. Deməli 8-də 1 vursun 240 biti. 75% sıxlaşdırdıqdan sonra həcmi megabaytına ifadə edin. Uşaqlar, bir gəlin bunu sadələşdirək. Burada 2/3-dür. Bununla bunu ixtisara qalırsam, qalacaq 237. Nə? Bit. Bunu da 75% arxivləşdirirəm. Yəni birbaşa %25%-ni tapacağam. Yəni 1/4-in. Bu da 2/2-dir. Bununla bu ixtisar gedəcək. Bərabərdir. Bu da necə 2/35. Nə? Megabayt. Heç nə. 235 megabayt. Bir dəqiqə. 235 nə bilim neçədir burada? Bitdən, bir dəqiqə, megabayt nədir yazdım mən aşağılar. Üzrlü sayın. Fikrim qarışdı, bir dəqiqə. Deməli, baxın, 2/3 vurulsun 2/40. Bu elədir 2/30 neçə? 37. Nə? Bit. 75% arxivləşdirirəm. 237 vuracam 4/1-ə. Bu da necə 2/35. Nə? Bit. Bitdən də megabayta gedəndə 223-ə bölürəm. 235-i də böləcəm 223-ə. Bu da necə 200-deməli 35-dən 23 çıxanda 12. Bu da necə 4096 megabayt. Baxırıq 38-ci suala. Deməli, burada nə edək? Hamısını kilobayta gətirək. Ən rahatı. Çünki mən bu 2012 kilobaytı megabayta gətirsəm, çox belə, yenə deyirəm, gərəkməz bir ədəd alınacaq və onu mən toplaya bilməyəcəm. Gəlin bunu hamısını kilobayta gətirək. Bunlar olduğu kimi qalır yerində. Bu 512 kilobaytdır. Bu da 2048 kilobaytdır. Və bunları toplayırıq. Bunları da toplayaq, deməli, vaxtımız getməsin. 2000, deməli, 12 üstə gəlsin 548, üstə gəlsin 512, üstə gəlsin 2048. Bu da necə 5120. Nə? Kilobayt. Baxıb görün 5120 kilobayt yoxdur. Bir dənə bunu çevirək megabayta. Yəni 1024-ə böləcəm. 1024-ə. Elə bir cavab alınmır. Bir dəqiqə. 5 gigabayt var. Megabayt çevirəndə alınmır. 5 megabayt edir cavab uşaqlar. 5 megabayt da yoxdur burada. Bir dəqiqə. 1024. 5 gigabayt. 5 megabayt edir. Bu da yəqin ki səhvli olub nəsə. Cavab olacaq C variantı. Daha sonra baxırıq 39-a 1000 kilobayt çıxılsın. Heç nə uşaqlar, yenə bunu bir dənə gətirək. Kilobayta bunlar olduğu kimi qalsın. Bir dənə bu 512 kilobaytdır. 1000-dən çıxacaq. 512 nə edəcək? 488. 488-in üzərinə dikkat edəcəm. 536-nı, o da edəcək 1024. Və 1024 nə? Bit. Üzr istəyirəm. Kilobayt. Kilobaytdan da bitə gedəndə nə edirəm? Kilobaytdan bitə gedəndə. Bir dəqiqə. 1000 kilobayt. 512 kilobayt. Üstə gəlsin 536. 1000-dən çıxdıq biz 512. Üstünə gəldi 536. 1024 eləyir. 1024 nə? Kilobayt.
Və bunu 1024 kilobaytda, yəni 2 üstü 10 kilobaytda bitə çevirəndə, kilobaytdan bitə gedəndə bir dənə vuracam 2 üstü 13-ə. Necə 2 üstü 23. Cavab olacaq B variantı. Baxırıq 40-cı suala. Yenə uşaqlar, ixtisar. Bunları sadələşdirək bir dənə. Bununla bunu ixtisar aparsam, yəni 1792-ni böləcəm 2-yə, eləyəcək 896. 896 nə? Kilobayt. Üstə gəlinsin. Yenə 384-dən 3-ə ixtisar aparacam, eləyəcək 128 kilobayt. Bərabərdir, bərabərdir. Bunları da toplayanda 128 toplayanda eləyir 1024 kilobayt. 1024 kilobayt. Bunu da mən megabayta çevirsəm eləyəcək 1 megabayt. Cavab olacaq C variantı. Daha sonra baxırıq 41-ci suala. 22 GB neçə bitdi deyir. 22-ni vuracam. 22-ni vuracam. 2 üstü 33-ə. 22-ni yazıram 11 vursun 2. 2-lər üstünü toplayıram. Eləcə 11 vursun 2 üstü 34. Cavab olacaq C variantı. 42-ci suala baxırıq. 42. Məlumat üzərində bir neçə əməliyyat yerinə yetirilir. İlk olaraq məlumatın 5-də 3 hissəsi silinmişdir. 5-də 3 hissə, bax, məlumat norm tam olaraq 5-də 5-dir da. Bunu riyaziyyatdan biz bilirik. İlk olaraq məlumatın 5-də 3 hissəsi silinir. 5-də 3 hissəsi silinibsə, 5-də 2-si yerdə qalıb bu, qalıb. Daha sonra da yerdə qalan məlumatın yarısı silinib. 5-də 2-ni böləcəm 2-yə, bax, bölürəm 2-yə. Bunun da 5-də 2 olduğu kimi qalır. Riyaziyyatdan bilirik də, tərsinə olur bu. 2-lər ixtisar gedir, qalır burada 5-də 1. Deməli, yenə yerdə qalan 5-də 1-dir. Ən son da 75% arxivləşib. 5-də 1-i 75% arxivləşdirəm. Yəni, birbaşa 25%-ni tapıram. Aydındır. Bununla bu ixtisar gedir. Burada qalır bir dənə 5. Bu da eləcək 5. Bu da bərabərdir 20-də 1-ə. Nəticədə də 20 megabayt olub. Mən 20-də 1 tapmışam, hə? 20-də 1. Amma hansıdır 20-də 1 hissəsi tapmışam, onu bilmirəm. Bunu olandan sonra 20 megabayta bərabər oldu. 20 megabayta. Deməli, burada x nəyə bərabərdir? X bərabərdir 400. Çarpaz vururam. 400 megabayt. Cavab olacaq D variantı. Dərinliyinə kimi təbii ki, burada izah olunmur. Uşaqlar, bunu dərs keçəndə izah olunur. Dərinliyinə kimi. Ona görə də burada sadəcə suallar qısa və net şəkildə izah olunur. Qovluqda mətn və video sənədlərindən ibarət 10 megabayt həcmində informasiya var. Yəni, bir dənə qovluğum var, uşaqlar. Bu 10 megabayt yer tutur. Qovluqdan da 3,5 megabayt video qaldı yerdə 6,5 megabayt silinib də bu. Daha sonra 2560 kilobayt mətn faylı, 512 kilobayt da səs faylı. Deməli, 2560 kilobaytı mən megabayta gətirmək üçün 2560-ı bölməliyəm 1024-ə. Bu da necə 2,5. Deməli, 6,5 yerdə qalmışdı. Bir dənə də 2,5 silinəcək, yəni çıxacaq. Bir dənə də silinəcək 0,5. Çünki 512 kilobayt 0,5 megabaytdır. Bu da eləyəcək 3. 6-dan da 3-ü çıxanda eləyəcək 3,5. Cavab olacaq E variantı. 44-cü suala baxırıq. Yenə uşaqlar, burada elə bir önəmli bir şey yoxdur. Eyni ölçü vahitinə gətirəcəyik. Deməli, hamısını gəlin gətirək. Megabaytdır. Kilobayta gətirmək olar. Birinci sadələşdirək uşaqlar. Bax, 3072 megabayt. Üstə gəlinsin. 16-nı yazıram 2 üstü 4 kimi. 4-ü vururam 8-ə 2 üstü 32. Nə? Bit. Üstə gəlinsin 2 üstü 31 bayt. Üstə gəlinsin. Bir dənə bayt da yazaq. Üstə gəlinsin 2 üstü 3 eləyir. 3 üstə 8, 2 üstü 18 kilobayt. Bərabərdir uşaqlar. Bunu eyni ölçü baytına gətirək. Nəyə gətirək? Kilobayta gətirsə bayt bit. Gəlin megabayta gətirək bunu. Hə, megabayta gətirsək kifayətdir. 3072 megabayt olduğu kimi qalsın. Üstə gəlsin. Bunu megabayta çevirmək üçün
2 üstü 23-ə bölməliyəm. 32-dən də 20 çıxanda 2, 7, 8. 2 üstü 8 o da eləyir 256 megabayt. Üstə gəlsin. Baytdan da megabayt gəlində 2 üstü 20-yə bölməliyəm. Bu da eləyəcək 211. O da eləyəcək 2048 megabayt və 2 üstü 10-a bölürəm kilobayta keçirmək üçün. 2 üstü 8 o da eləyəcək 256 megabayt. Bunları toplayıram. Deməli, bununla bunu toplayıram eləyir 512. 512. 2048 üstünə gəlirəm. Deməli 3072 üstə gəlsin. 512 üstə gəlsin 2048. Bu da eləyəcək 5632. Nə? Megabayt. Və bizdən gigabaytla soruşur. Megabaytla gigabayta keçmək üçün 1024-ə böləcəm. Bunda nə edirəm? 5632-ni böləcəm 1024-ə. Bu da eləcək 5,5. Bir dəqiqə 5,5 gigabayt. Yoxdur cavab. Bir dəqiqə harada səhv elədik? 203 kilobayt da səhv elədik. Bu 203-dür, bu 24 olacaq, 24. Kilobaytında 214 olacaq burada. Burada 214 olacaq. Yəni 16384 olacaq burada. Deməli, səhv getdi. Ona görə bir də hesablayaq. 3072 üstə gəlsin 256 üstə gəlsin 2048 üstə gəlsin 16384. Bu da edir 21760. Nə? Megabayt. Bunu da kilobayta, gigabayta çevirmək üçün 1024-ə böləcəm. Bu da bərabərdir 21125. 21125. O da cavablarda yoxdur. 32, 31 bayt. 220. Yox. Çox güman A variantı olacaq uşaqlar. A. 3072 yazdıq. Bitdən keçmək üçün 2 üstü 10, 23-ə bölürəm. Bu da edir 2 üstü. Burada səhv eləmişik uşaqlar. Bax, burada bitdən megabayta keçmək üçün 2 üstü 23-ə bölürəm. Bax, burada 512 olacaq cavab. 512. Ona görə səhv getdi. 512 çox güman 21000. Hə, bax, bu A variantı olacaq elə. Hesablama səhvdir. Yəni, yolun əsas bilirsiniz. Daha sonra baxırıq 45-ci suala. Deməli, uşaqlar, kompüterin yaddaşına 4 eyni həcmə malik fayl və hər birinin qısa yolu, bir qısa yol faylı deyir 4 kilobayt yer tutur. Onunla birlikdə diskdə də 24 megabayt üstə gəlsə 16 kilobayt yer tutub. 2 fayl və bir qısa yol silinərsə, qalan fayllar və qısa yollar yaddaşda nə qədər yer tutar? 4 eyni həcmə malik fayl və hər birinin qısa yolu var. Deməli, uşaqlar, 4 faylım varsa, 4 dənə də qısa yolum var. Deyək, bir qısa yol 4 kilobayt yer tutur. Onunla birlikdə diskdə 24, 16, bax, 24 megabayt plus 16 kilobayt. Deməli, uşaqlar, 24 megabayt ümumi bizim faylimizin həcmində uyğun olaraq baxın. Deməli, bir dənə faylım nə qədər yer tutur? 3 megabayt yer tutur. 3 yox, 24, 4 və 6. 6 megabayt yer tuturmu? Onda bir dənə də qısa yolum 16-nı böləcəm 4 kilobayt yer tutur. Zaten mötərizə deyir ki, bir qısa yol faylı 4 kilobayt yer tutur. Biz zaten tapdıq onu. Deyir ki, 2 fayl və bir qısa yol silinərsə, qalan faylların qısa yolu birlikdə yaddaş nə qədər? Uşaqlar, 2 faylım silinərsə 12 megabayt, 24 megabaytdan 12 megabayt çıxacaq mı? Qalacaq 12 megabayt. Üstə gəlsin.
Bir qısa yol silinirsə 4 kilobaytdır. 16-dan 4 çıxanda eləyəcək 12 kilobayt. Cavab olacaq A variantı. Baxırıq neçənci suala. 48-ə baxırıq. 48-ə. Hər hansı dəqiqə qovluqda faylların birlikdə ölçülərinin 124 kilobayt olduğunu bilərək, həmin qovluqda ölçülərə uyğun olaraq 1024 bit bu 3 fayl yazıldıqdan sonra ölçülər neçə kilobayt olar? Deyək ki, hər hansı qovluqdakı faylları birlikdə ölçülərinin 124 kilobayt olduğunu bilə, həmin qovluq ölçüləri uyğun olaraq bu 3 fayl yazıldıqdan sonra qovluqda faylların birlikdə ölçülər neçə kilobayt olar? Heç nə uşaqlar, bunların hamısını elə ölçü baytına gətirəm. 1024 biti, yəni 210 bit neçə bayta gətirək də bunu. Gəlin bayta gətirək. Neçə baytdır? Bir dənə 2/3-ə böləcəm. 2/3-ə böləcəm. Bu da eləyəcək 2/7. Yəni 128 bayt bu eləyir. 896 olduğu kimi qalır. Üstünə gələcəm 896. 2 kilobaytında 2048 baytdır. Bərabərdir. Bunların hamısını toplasam, yəni 2048 üstə gəlsin 896, üstə gəlsin 128. Bu da bərabərdir 3072-yə. 3072 kilobayt. Bunların ümumi həcmini tapdıq. Hər hansı qovluqda faylların birlikdə ölçülərinin 124 kilobayt olduğunu bilərək, həmin qovluğa ölçüləri uyğun olaraq 3 fayl yazılıb. Qovluqda faylların birlikdə ölçüləri. Sual dərk edə bilmədim. Deyək, hər hansı qovluqdakı faylların birlikdə ölçülərinin 124 kilobayt olduğunu bilərək, həmin qovluğa ölçüləri uyğun olaraq 3 fayl yazıldıqdan sonra qovluqdakı faylların birlikdə ölçülərini neçə kilobayt olar? 3072-ni tapdıq. Burada da 124-dür. Hər hansı qovluqdakı faylların birlikdə ölçüləri 124 kilobayt olduğunu bilə, həmin qovluğa ölçüləri uyğun olaraq 1024 bit 3 fayl yazıldıqdan sonra qovluqdakı faylların birlikdə ölçüləri neçə megabayt olur? Qovluqda faylların bir ölçüləri neçə kilobayt olar? Fayl yazılan qovluqda fayl. Bu 124 uşaqlar. 124 kilobayt birlikdə ölçülərdir. Bunlar da uyğun olur. Mən 3072 tapmaq necə bu 124 olur? Bax, mənə o maraqlıdır. Hamısını bayta gətirdik. Problem yoxdur. 3072 elədi. Belə ola bilər ki, uşaqlar bu. Belə ola bilər ki, bunu megabaytla versəydi. Mən də bunu megabayta çevirərdim. Olardı 3 megabayt. Və 124-ü birlikdə ölçülər nə qədərdir? Burada da megabayt olsaydı təbii ki. 124-dən 3 topladım, eləyərdi 127. Bilmirəm arxada cavab nə verilib. Yəni bu belə ola bilərdi. Yenə də uşaqlar bunu bir sual kimi saxlayaq. Ola bilsin sualda nəsə səhvlik var ya da mən nəsə gözdən qaçırıram. Yəni insanlıq halı təbii ki bu. Baxarıq. 47-yə baxırıq. 5 megabayt boş sahə olan diskdə 1024 bayt həcmində mətn faylı, 402 kilobayt qrafik faylı, 2 megabayta aid fayl yazıldıqdan sonra diskdə neçə kilobayt sahə qalar? Uşaqlar, ümumilikdə bizim 5 megabaytsa, bunları bir dənə 5 megabayt hələ ki saxlayaq. 1024 baytın, gəlin bunları gətirək kilobayta. 1024 baytın 1 kilobaytdır. Bu oldu mətn. 402-ni olduğu kimi saxlayıram, çünki kilobaytda çevirməyə ehtiyacı yoxdur. Bu da oldu qrafik. 2 megabaytda 2048 kilobaytdır.
Bu da oldu adi fayl. Hamısını toplayaq. 2048 üstə gələcəm. 403'ü birbaşa yazıram. 403. Bir yazıram, bir yadda. 5, 4, 2451. Deməli 2451 yazılıbsa 5 megabaytımda 5 vurulsun 1024'sə, yəni bu necə 5120 kilobayt. 5120'dən də çıxacağım nəyi? 4000, 2451. Deməli 9, 12'dən 11'dən 6, 6, 2669 olacaq mənim cavabım. 48'ə baxırıq. Deməli, arxivləşdirilmiş fayl informasiya tutumu 8 kilobaytdır. Yəni x-dır. Bunu arxivləşdirəndən sonra 8 kilobayt yer tutur. Yəni nə qədər arxivləşdirib? %60'ı birbaşa %40'ını tapacağım bunu. Görüm yerdə nə qədər qalıb. Bir dəqiqə, yox. Deyək ki, 60% sıxılıb. Yəni birbaşa 60'ını tapacağım. Yerdə 8 kilobayt qalıb. 8 kilobayt. Və arxivləşdirilmiş faylın həcmi ilə faylın ilkin həcminin cəmini müəyyən edin. Birinci görə ilkin həcmi tapaq, hələ buradan x tapaq. Deməli, bununla bunu ixtisar aparıram. 6x bərabərdir 80'ə. Bunu yenə kilobaytla da x da bərabərdir 15'ə. 15 kilobayt. Deməli, ilkin həcmimiz 15 idi. 15'i arxivləşdirəndən sonra 8 oldu. Deməli, ilkin 15 isə arxivləşdirəndən sonra 8'dirsə, 15'dən 8 toplayacağım, eləyəcək 23. 23 eləyəcək. Bir dəqiqə, harada səhv elədik biz uşaqlar? 60% sıxılıb. Deyə arxivləşdirilmiş fayl informasiya tutumu 8 kilobaytdır. Fayl 60% sıxılıb. Ay, birbaşa biz bunu 40% tapmalıyıq. Çünki yerdə olanı tapırıq axı biz. 40%'ni tapsam, bununla bu ixtisar gedəcək. 4x bərabər olacaq 80, x də bərabər olacaq 20'yə. Deməli, arxivləşdirilmiş ilkin həcmim 20'dir. Arxivləşdirəndən sonra 8 olub. Deməli, cəmi də olacaq 28. Cavab olacaq Y variantı. 49'a baxırıq. Faylın həcmi 256 megabayt arxivləşdirilmiş sonra geçmiş heç nə. 256'nın birinci 75%'ni tapacağım. Yəni yerdə qalanı tapacağım. %25%'ni tapacağım. Bu da bərabərdir. 256'nı böləcəm 4'ə. Yəni 2 üstü 8 bölünsün 2 üstü 2. Bu da eləyəcək 2 üstü 6. Bu da eləyəcək 64 megabayt. Üstüm də elə bunu soruşu cavab olacaq A variantı. Daha sonra uşaqlar 50 də sadə sualdır, çox sadə sualdır. Baxaq yenə də. Deməli, sadələşdirək 2 üstü 3, 2 üstü 6, üstə gəlsin 2 üstü 6 olacaq yenə də. Çünki bunları 2 üstü 4'dür. Toplayanda 2 üstü 6 eləyir. Bu da bərabərdir 2 üstü 12. Bir dəqiqə. Deməli, neçə bayta bərabərdir? Bitdən də bayta gedəndə 2 üstü neçə bölür? Bir dəqiqə, 64 budur, 64 budur. Bu da eləyir 128. O da 2 üstü 7'dir. Və 2 üstü 3'ə böləcəm. Bu da eləyəcək 16 bayt. 51'ə baxırıq. 51'də nə deyir? Deyir ki, yenə nə? Azalan sıranı düzün. Gəlin hamısını keçirək bayta. Bu olacaq 2048. Bu olacaq 220. Bu olacaq 1 tam nə qədərsə. Bu da olacaq 32 də bayta 32 vurulsun 2 üstü 30. Təbii ki, azalan sıranı deyirsə birinci 5 olacaq. A getdi, bu da getdi. Buradan sonra gələcək 2 üstü 20 olan 3, 5, 3. O da bir dənə B variantındadır. Cavab olacaq B. 16 megabayt. Deməli, heç nə. Bunu yazıram 2 üstü 4 megabayt. Burada baytlandır. Bir dənə bunu vuracağım. Ona görə də 2 üstü 20'yə. Bərabərdir 2 üstü 4 üstə x. 4 üstə x bərabərdir 24'ə. X də bərabərdir 20'yə. Cavab olacaq B variantı.
53-ə aid elədik uşaqlar. 53-də özünüz eləyərsiniz. 54-ə baxırıq. Unicode'da kodlaşdırılmış bu. Hə. Unicode'da kodlaşdırılıb. Bir simvolum Unicode'da, yəni i'miz 8 bit eləyir. 16 bit, üzr istəyirəm, 16 bit eləyir. Deməli 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20. Boşluqla sayılır uşaqlar. 20-ni vuracağam nəyə? 16-ya eləyəcək 320 bit. Gedirəm indi askıda tapmağa bu sözü. 1 2 3 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22. Askıda bir simvolun 8 bit olduğuna görə bu da eləyəcək 676 bit. Və fərqini istəyir. 320 bitdən də çıxacağam. 176-nı 4 11-dən 7 11-dən 7 çıxanda eləyir 4. 144 olacaq mənim cavabım. 55-ə baxırıq. 55-də nə deyir? Deyir ki 512 1,5 heç nə. Hamısını gətirək kilobayta. Bu eləyir 0,5 kilobayt. Bu 1,5. Bu da 2 kilobayt. 1,5 2,5 bunu bu toplayanda. Bu da nə idi? 2. O eləyəcək neçə? 4,5 kilobayt. 56-ya baxırıq. Qrafik təsvirin en və uzunluğuyla piksel sayı uyğun olaraq budur. Yəni piksel sayımız 256 vurulsun 256-dır. Həcmi də deyir 64-dür. Kilobayt. Rəng dərinliyi istəyir. D-ni tapmaq üçün nə edirəm? Həcm bölünsün A vurulsun B. Bərabərdir, bərabərdir. Həcmim 64-dür. D-ni həmişə bitlə tapıram. Ona görə 64 kilobayta bitə çevirmək üçün 213-ə vururam. 2 üstü 8-in budur, 2 üstü 8-in budur, bərabərdir. Bu da 2 üstü 6-dır. 8, 8, 16, 2 üstü 6, bu da eləyir 2 üstü 19. Bu da eləyəcək 2 üstü 19-dan da 16 çıxanda 2 üstü 3. Yəni 8-ə bərabər olacaq. Amma rəng çalar desəydi, 2 üstü 8-i götürəcəkdir. Daha sonra yenə 64 rəng dərinliyi istəyir. D-ni tapmaq üçün yenə də 64 vurulsun 2 üstü 13, 2 üstü 10 vurulsun 2 üstü 7, 2 üstü 19, 2 üstü 17, bu da 2 üstü 2, 4 olacaq mənim cavabım. 58-ə baxırıq. Kitabın informasiya həcmi deyək 32 kilobaytdır. Lap yaxşı həcmimiz olur 32. Bizdə nə istəyir? Ən axıra baxaq, səhifəni istəyir. Uşaqlar, səhifəni tapmaq üçün nə edirəm? Həcm bölünsün. Əlimdə nə var? İ var. Bax, i'ni yazdım buradan. Sətr var. Sətr burada. Və simvol var. Simvol da burada. Bu düsturu zaten əzbəri bilirsiniz artıq. 32 i varsa uşaqlar, i'miz nədir bir dəqiqə? Hə, 256 simvol deyirsə, i'miz 8 bitə bərabərdir. Bunu da bir dənə bitə çevirək, 32 kilobaytı, yəni 213-ə vuracam. Burada yazıram 2 üstü 5, 2 üstü 8. Bunu da yazıram 2 üstü 3 kimi. Bərabərdir. 2 üstü bu 5-dir, bu da 13-dür. 2 üstü 18 yuxarıda eləyir. 8 üstə 5 gəlirəm eləyir 13. 13 üstə 2 üstü 16 aşağıda eləyir. Bu da eləyəcək 2 üstü 2. O da eləyəcək 4. Deməli, 4 səhifədən ibarət imiş. Heç demir. 59-a baxırıq. 2 kilobayt 28 bayt. Uşaqlar, bu nə deməkdir? Yəni 2 kilobayt üstə gəlməsin 28 bayt deməkdir. Bu da bərabər uşaqlar 2048 bayt üstə gəlsin 28 bayt. O da bərabərdir 6 bir yadda 7. Bu da eləcək 2076 bayt. Üstə gəlsin bir dənə 134 baytımız var. Üstə gəlsin 800 biti də bayta çevirəndə 100 bayt eləyir. 100 bayt bərabərdir. Bunları da toplayıram. Deməli 2076 üstə gəlsin. 2076 üstə gəlsin 134 üstə gəlsin 100. Bu da eləyəcək 2310 bayt. Cavab olacaq 2310.
61-ə baxırıq. 61 də sadə sualdır. Yəni həcmi verib bizdən simvol istəyir. Simvol bərabərdir. Həcm bölünsün nəyə? İ-yə. İ'miz 1 baytdır. Həcmimiz də 0,75 vurulsun 210 kimi götürək. Bərabərdir. Sadəcə 100-də 75-i, yəni 4-də 3-ü vuracam nəyə? 1024-ə. Yəni 210-a. 210-da vuranda, bu da 202 daxı. Bununla bir ixtisar gedəcək, qalacaq 208. 256-nı da 3-ə vuranda verəcək 768. Cavab olacaq 768. 62-yə baxıram. Məktəbdə 1000 şagird var. Onların kodu məktəb informasiya sistemində minimal bit sayı ilə qeyd olunub. Konfransda iştirak edən 240 şagirdin kodunun informasiya həcmi neçə baytdır? Uşaqlar, 1000 şagird varsa, bir şagirdi kodlaşdırmaq üçün ən azı bizə neçə bit lazımdır? 10 bit. 240-ı da vuracam 10-a. 240-ı vuracam 10-a. Təbii ki, burada bitlə alacam. 10 bit demişəm axı. Bayta da çevirmək üçün məndən baytla istəyir. Bu da eləyəcək 300 bayt. 78 səhifəli mətn yazılması üçün bu da çox sadə sualdır. 64 simvolu deyirsə, i'miz 6-dır. 30 sətir heç nə. Bizdən simvol sayını istəyir. Simvol bərabərdir. Həcm bölünsün i. Həcmimiz 8775 nə baytdır? Yəni baytla da yazaq. Baytla yaza bilmir çünki 6 burada bitlədir. Bölünsün 6 vurulsun bir dənə 8 olacaq. Baytdan bitə geçmək üçün. Bərabərdir, bərabərdir. Bununla bu ixtisar gedir. İxtisar gedir. Bir dənə dəqiqə olsun, yenə hesablayaq. 8775 bölünsün 6. Bir dəqiqə. Bununla bunu ixtisar aparsam, burada qalır 3, burada qalır 4. 8775 bölünsün 3 vurulsun 4. 11700. 11700. 30 sətrimizdə var axı bizim. Bir dənə bunu 30-a da vurmalıyam uşaqlar. Və bunu da böləcəm 30-a. Olacaq 390 simvol. Burada heç də 390 simvolum var. 64-ə baxırıq. Deməli, bunu yazıram 2 üstü 4. X üstə 2 böyükdür 2 üstü 5, x çıx 3. 4x üstə gəlsin 8 böyükdür 10, x çıxılsın 3-dən, 15-dən. Bunu keçirək bura, mənfi 6x böyükdür. Bunu da keçirək bu tərəfə, mənfi 25, 23-dən. Bunu keçirdik bu tərəfə, 6x. Bir dəqiqə. Bir dəqiqə ki, 4, 8... Bit bayt söhbət var. Deyəm, uşaqlar, gözləyir. Deməli, uşaqlar, neçən sualda qalmışdıq? Bir dənə bu suala yenidən baxaq. Deməli, 2 üstü 4, x üstə gəlsin 8, bit. Bitlə saxlayaq hələ ki. Böyükdür, 2 üstü 5, x çıxılsın 15. Bir dənə də vuracam bunu nəyə? 2 üstü bitə çevirməyə 13-ə vuracam. 4x üstə gəlsin 8 böyükdür. 5x çıx 12, 15 üstə gəlsin 13. 4x üstə gəlsin 8 böyükdür. 5x çıxılsın, bu da eləyəcək 2. 5x keçir olur x, mənfi x də böyükdür. Bu da keçir olur mənfi 10. X burada işarə dəyişir, kiçikdir, 10 olacaqdır. Yəni, burada ən böyük qiymətimiz 9 olacaq. Daha sonra 65-ə baxırıq. Deməli, 65-ə nə deyir? 2 üstü 14 yazdım. 1 bölünsün 2 üstü 4. Sadələşdirirəm birinci. Bu eləyəcək 2 üstü 10. Yəni, 1024. 50% sıxılma yarıya bölmək deməkdir. Bu da eləyəcək 512 bit. Bitdən də bayta gedəndə nə edirəm? 2 üstü 3-ə vururam. Bitdən bayta gedəndə üzr istəyirəm. 2 üstü 3-ə bölürəm. Bərabərdir. 2 üstü 9 budur, 3 də budur. Bu da eləyəcək 2 üstü 6, bu da eləyəcək 64 bayt. Yəni, burada cavab olacaq 64 bayt. 19-a baxırıq.
19 nə idi? 66-ya baxırıq. 16 megabaytlı diskə 4000 neçə dəfə tam yazmaq olar? Birinci 19 megabayt deyil, lap gözəl, lap əla. Bu da 4 megabaytdır. Bunu çevirək ki, biz bölə bilək. 4. Bu da neçə dəfə? 4 dəfə tam yerləşir. Allah üzr istəyirəm. Deməli, 19-u bölürəm 4-ə 4 tam nə qədər eləyir? 4 tam dediyimə görə 4 dəfə tam yazmaq olar. Daha sonra 2 üstü 5, 32-ni yazıram, 2 üstü 5 vurulsun. Bitə çevirək, 2 üstü 13 bərabərdir. 2 üstü 3 vurulsun, 2 üstü x. Deməli, bu eləyir 2 üstü 19, 18. Bu da eləyir 2 üstü 3 üstə gəlsin, x üstə gəlsin 3. Yəni 8 bir dəqiqə 19 bərabərdir. X üstə gəlsin 6-ya, x də bərabərdir 13-ə. Burada da cavab olacaq 13. Daha sonra bir dənə bunu tez eləyək. Deməli, 12 səhifəli son 2 səhifəsinin hər birində bir ədəd şəkil. Yəni 2 səhifəsində şəkil var, bunun 2 səhifəsində şəkil var. Yerdə qalan 10 səhifəsində isə nə olacaq? Təbii ki, mətn olacaq. Gedirəm həcm şəkli tapmağa, bərabərdir. 2 səhifəsində var deyənə 2 vurulsun. 32 rəngli paletlər deyirsə, vurulsun nə olacaq? 5 olacaq. 2 üstü 8 vurulsun, 2 üstü 9 bərabərdir. Və bunu bir dənə kilobayta çevirək. Yəni 2 üstü 13-ə bölək. 5 vurulsun, 2 üstü 18 bölünsün, 2 üstü 13. Bu da ixtisar gedir. 5 vurulsun, 2 üstü 5 eləyir. Bu da bərabərdir 32. 32-yi də 5-ə vuranda 32-ni də 5-ə vuranda 160. İndi mətni tapıram. Həcm mətn bərabərdir. 10 dənə səhifəmiz var idi. 32 sətrimiz var. 64 simvolumuz var və i-miz də 2 üstü 3-dür. Çünki mötərizə verir ki, mətn 256 simvol əlifbadı kodlaşdırılıb. Bir dənə də bunu böləcəm nəyə? 2 üstü 13-ə. Bərabərdir. 10 vurulsun. 11, bu 14 eləyir. İxtisar gedir. 10 vurulsun 2. Bu da eləyəcək 20 kilobayt. Bunların da cəmi olacaq 180 kilobayt. Cavabımız olacaq 180. Uşaqlar, bu da aydın məsələdə oxşar suallardır. Buna da özünüz baxarsınız.